Bu köhnə polun yonu düzəltmək inşallah çox çətin iş olduğu üçün bu mismarları zada hamısı vurulmalıdır. Aparatın şkurkası xarab olmasın deyə. İnşallah bunu düzəltmədən, yonulmadan laminat vurullası olsa, elə ki laminatın keçmə zamokları var da, stıkları. Onlar elə ki vaxt keçdikcə oynaya boşalacaq, gəzdikcə tərpənə zamoklarından atacaq. Zamokundan atandan sonra da laminatın elə ki ömrü azalır da. Ona görə köhnə polun üstünə birbaşa laminat vurmaq məsləhət deyil. Əgər düzdürsə vurmaq olar. Yox, əgər polda deformasiya olunubsa, biraz əyrilik varsa, laminatı əyri yerə vurduqda laminatın ömrü az olur. Ona görə də köhnə polu belə gördüyünüz kimi yonu düzəltmək lazımdır. Buranı inşallah o bir otaqda da iş gedir. Burada da pol vururuq. Gördüyünüz kimi polun altını qara kağız sərilib, üstündən pastavkaları şuruplanır. Allah'ın izni ilə üstünə də laqalar atdıqdan sonra dişlimizi vuracağıq. Bu birinci mərtəbə olduğu üçün bura qara kağız atmışıq ki, aşağıdan nəm gəlməsin. Çox yerdə biz edirik bunu. Novostroykalarda 2, 3, 4 mərtəbələrdə ehtiyac yoxdur. Ancaq birinci mərtəbəyə, həyət evlərində birinci mərtəbələrə lazımdır. İnşallah.